Kosmetoloq otağındakı ən təhlükəli prosedur hansı ki, mən heç vaxt öz pasientlərimə etməyəcəm. Əlbəttə ki, burada söhbət burun dolgusundan gedir. Bəzi kosmetoloqlar burnun formasını fillerlə korreksiya edərək düzəltməyə çalışırlar. Lakin onlar unudurlar ki, bu sahə qan damarları və sinirlərlə çox sıx örtülmüşdür. Preparat bu zonaya iynə ilə yerildikdə damar sinir sistemlərini zədələmə riski daha da artır. Gel damar sisteminə düşərək arteriyanın lumenini tıxaya bilər. Bu isə gələcəkdə insulta və ya yüngül halda burun toxumasının nekrozu ilə nəticələnə bilər. Üstəlik, arteriyaların tıxanması görmə qabiliyyətinin geri dönməz itirilməsi ilə nəticələnə bilər. Buna görə də ayıq olun, sağlamlığınıza yaxşı baxın və özünüzü yalnız peşəkarlara həvalə edin.